Hər kəsə salamlar. Mən Master Alfa Tədris Mərkəzinin İngilis dili müəlliməsi İsmailova Nərgiz. Bugün sizlərlə 16-11-2025-ci il tarixində keçirilmiş mövzu sınağı 2-nin İngilis dil fənnindən olan test suallarının izahına baxacağıq. Gəlin ilkin olaraq dinləmə mətninin, yəni listening suallarına baxaq. Dinləmə mətninin transkripti, yəni skripti aydın olaraq burada göstərilmişdir. Gəlin ilk sualdan başlayaq. İlk sualda deyilir ki, How did Vanessa feel when they reached Singapore? Singapura çatanda Vanessa necə hiss edirdi? Burada mətndə göstərildiyi kimi, I wasn't sure about spending 6 more months on the boat and I considered flying home to England. Əvvəldə də deyir ki, in fact, when we reached Singapore. Yəni, faktdır ki, biz Singapura çatanda mən elə əmin deyildim ki, 6 ay gəmidə, qayıqda vaxt keçirdim, qalım və nəticədə bunu hesab etdim ki, artıq İngiltərəyə dönməyə, evə dönməyin vaxtıdır. Buna uyğun olaraq bir cavabı göstərəcəyik ki, A variantı olacaq. He wondered if should fly home. O elə hesab edirdi ki, istəyirdi ki, evinə geri dönsün. Birinci sualın cavabı A variantı olacaq. İkinci sualda, birinci sualın B variantında deyil ki, she was worried about the boat. O gəmi haqqında narahat edildi. Əksinə mətndə göstərilir ki, we wouldn't no worries about the boat. Bizim gəmi haqqında heç bir narahatçılığımız yoxdur. C variantında deyirdi ki, she enjoys the break from traveling. O səyahətə ara vermək xoşuna gəlir. Əksinə səyahətə ara verməkdən zövq aldığı yazılmır mətndə. Deydə deyir ki, she was glad that the weather had improved. Deyir ki, o havanın yaxşılaşmasına görə belə idi, amma mətndə bunun tam tərsi deyir. Əksinə, hava yaxşılaşmamışdı. Onlar havanın yaxşılaşmağını 6 həftə gözləmişdilər. Y variantında deyir, she had been there once. O əvvəlcə burada olmuşdu, amma mətndə bunun haqqında məlumat verilmir, əvvələ oraya getdiyi ilə bağlı. İkincidə deyilir ki, what did Vanessa and Robert decide to do last year? Keçən il Vanessa və Robert nə etmək qərarına gəlmişdi? Mətndə isə deyilir ki, bəli, but last year we gave up our jobs and decided to sail back to England with a baby. Biz keçən il qərar gəldik ki, öz işlərimizdən imtina edək, buraxaq işlərimizi və İngiltərəyə gələk uşağımızla. Ona görə də buna ən uyğun variant olaraq B variantı olacaq. Travel to England by boat. İngiltərəni qayıq ilə səyahət etmək. A variantda get married deyilir. 6 il əvvəl zaten evlənmişdilər. Buna görə A variantı yanlışdır. C variantda have a baby. Xeyr, onlar artıq keçən il İngiltərəyə geri dönəndə artıq uşaqları var idi, körpələri var idi. Ona görə körpənin var oluşu deyil keçən il. C variantında deyir ki, move to Hong Kong. Hong Konga köçmək. Bu əksinə yanlışdır, çünki Hong Konga köçmək deyə bir şey yoxdur. Onsuz da orada yaşayırdılar. Y variantında isə deyilir travel to Singapore by boat. Singapura səyahət etmək onların məqsədi deyildi. Singapur sadəcə onlar üçün bir dayanacaq idi. Bu qədər. Keçək üçüncü suala. Üçüncü sualda deyir ki, because of spending so much time on the boat, the baby, deyir, uşaqla çoxlu vaxt keçirtmək. Bu cümləni tamamlamalıyıq. Cümləyə əsasən biz cümlənin davamını tamamlamalıyıq. Burada deyilir ki, while he was awake, we played with him because it was dangerous to leave him alone. Deyir ki, biz onunla oynamalıyıq, çünki əks təqdirdə bu onu yalnız buraxmaq çox təhlükəli olacaq. Arxasından buna uyğun olaraq da deyilir ki, hətta o cümlənin davamında deyir ki, I am sure this is why he wants us to play with him all the time now. Biz bütün vaxt onunla oynayırdıq. Buna uyğun olaraq bir cavab olaraq götürəcəyik C variantını. Burada verildiyi üzrə doesn't play by himself. O öz başına oynamırdı. A variantda yeriməyə gec öyrənirdi. Əksinə orada deyir ki, uşağın heç bir problemi yox idi. Yəni A variantı buna görə yanlışdır. B variantında deyir ki, only likes certain food. O bəzi yeməkləri sevirdi. Bəli, müəyyən yeməkləri sevir, amma bunun gəmi ilə heç bir əlaqəsi yoxdur. Bizdə üçüncü sualda gəmidə vaxt keçirtməyi ilə bağlı bir məlumat istəyir. Ona görə də B variantının gəmi ilə heç bir əlaqəsi yoxdur. D variantında nadir hallarda yatırdı deyil. Onun yatmağı ilə bağlı heç bir məlumat verilməyib. Y variantında da hirsli olması haqqında bir məlumat göstərilməyib. Irritable sözü hirsli deməkdir. Daha sonra dördüncü suala keçid eləyək. Dördüncü sualda deyir ki, why was Vanessa father-in-law particularly helpful? Bunun cavabı olaraq mətndə verilir ki, my father-in-law was very happy to take care of the baby while we sailed the boat. Biz nə zaman ki qayıqla üzməyə çıxdıq, yəni səyahətə çıxdıq, mənim qaynatam çox xoşbəxt idi ki, uşağın qayğısına qalacaq. Buna uyğun olaraq cavab olaraq götürəcəyik A variantını. Deməli, burada A variantını götürəcəyik. He looked after the baby. O, uşağın qayğısına qalırdı. B
B variantı he was a good cook. O çox yaxşı aşpaz idi. Burada aşpaz olan qaynata yox, onun dostudur. C variantında deyir ki he helped to sail the boat. Qayıq almağa, yəni qayığı tutmağa kömək edirdi. Bunun barədə heç bir məlumat yoxdur kömək etdiyinə dair. D variantı deyir ki he was experienced in traveling. Səyahət zamanı təcrübəli idi. Təcrübə barəsində məlumat verilmir. Y variantında deyilir ki his friend took care of the baby. Onun dostu uşağa baxırdı. Burada uşağa baxan qaynatadır, dostu deyil. Ona görə də cavab A variantı olacaq. He looked after the baby. Beşinci deyir ki, what is the Vanessa's advice for people sailing with children? Deyir ki, Vanessa'nın uşaqlı insanlara üzmək barədə məsləhəti nədir? Yəni, qayıqla səyahət etmək barədə məsləhəti nədir? Burada da mətndən görüldüyü üzrə deyilir ki, children are happy on long journeys as long as they have plenty to do on board. It's dangerous otherwise. Deyir ki, uşaqlar uzun müddətli səyahətdə çox xoşbəxtdirlər. Çünki onların etməyə məşğul olmağa çox vaxtları olur. Əks təqdirdə bu çox təhlükəlidir. Yəni bundan uyğun olaraq cavab götürəcəyik biz orada C variantını. Onların sıxılmağına icazə verilməməlidir. Don't let children get bored. Onlar sıxılmamalıdır. Çünki sıxıldığı təqdirdə çox təhlükəli bir şeydir, amma belə uşaqlarla səyahət etmək çox yaxşıdır. A variantı deyir ki, don't take more than one child. Bir uşaqdan artıq götürməyin. Mətndə isə bunun əksi deyilir tam olaraq. Vanessa əksinə deyir ki, 2-3 uşaq olsa daha yaxşıdır. B variantı deyir ki, go for a short time. Qısa müddət ərzində gedin. Qısa müddət ərzində səyahətin qısa olması ilə bağlı məlumat yoxdur. D variantı deyir ki, don't let them play on board. Onlara icazə verməyin oynamağa. Əksinə mətndə oyun oynamağın təhlükəli olmadığını, əksinə lazım olduğunu söyləyir. Y variantında go on a trip alone deyilir ki, yalnız getmək barəsində məsləhət verilmir. Mətndə yalnız getməklə bağlı danışılmır. Dinləmə mətni ilə bağlı izahlar bu qədər. Gəlin keçid eləyək ilk mətnimizin true-false hissəsinə. İlk mətnimizin 6.1-ci sualda deyilir ki, the writer thinks globalization has only negative effects on cultures. Bu yanlışdır. Çünki negativ tərəflərindən danışmır. Əksinə burada verildiyi üzrə. But I have a more positive view. Burada göstərilir ki, baxın işarələdiyim üzrə, but I have more positive view, a more positive view, mənim əksinə xoş görüşlərim var. Buna görə də birinci sual false olacaq, yanlışdır. İkinci sualda deyilir ki, the writer gives example of how people experience different cultures in a daily life. Bunda bəli, doğrudur. Çünki yazıcı London və Meksikadan, real həyatdan nümunələr gətirir. Bunu mətndə göstərək. Baxın, one day I am sitting in a coffee shop in London having a cup of Italian espresso served by an Algerian waiter. Ardından deyilir ki, a few days later I am walking down a street in Mexico. I am eating Japanese food. Burada göstərildiyi üzrə London və Meksikadan real həyat nümunələri verdiyinə görə ikinci sual doğrudur. Yəni true götürəcəyik. Burada cavab true olacaq. İlk sualda isə false olacaqdı. Hətta bunu belə işarələyim ki, sizin üçün aydın olsun. A variantında isə true olacaq. Daha sonra 6.3-də deyilir ki, gəlin listening suallarının da cavablarını üzərində göstərim. Geriyə döndükdə sizin üçün rahat olsun. Birinci sualda olacaqdı. He was wondered if she should... bunun rəngini dəyişim. Belə olsun, belə. İkinci sualda doğru variant olacaq. B variantı travel to England by boat. Üçüncü sualda doğru cavab olacaq. Doesn't play by himself. C variantı. Dördüncü sualda doğru variant olacaq. A variantı he looked after the baby. Beşinci sualda isə doğru variant olacaq. Don't let children get bored. Sıxılmağına icazə verməyin. Daha sonra 6.1-də olacaq doğru variant false. Çünki orada əksinə müsbət positive viewsdan danışılır, müsbət görüşlərindən. İkinci isə doğrudur. Bəli, çünki London və Meksika haqqında real həyat nümunələri verilir. Üçüncü deyək ki, the internet connected 50 million people slower than television did.
Televiziyanın etdiyindən internet daha gec bağlanırdı 50 min insana. Burada isə bunun yanlış olacaq. Çünki mətndə göstərir ki, televizorun 50 milyon istifadəçiyə çatması 13 il çəkir, internetin isə 5 il çəkir. Bakın, television had 50 million users after 13 years, but the internet had the same number after only 5 years. Deyir ki, televiziyanın 50 milyon istifadəçiyə çatması 13 ildən sonra olmuşdu, amma internetin eyni sayda insana çatması 5 il ərzində, yalnızca 5 il ərzində baş vermişdi. Ona görə burada slower yox, faster olmalı olduğuna görə yanlış olacaq, false. Belə. Dördüncü deyir ki, some people believe that globalization damaged national identity. Burada deyir ki, bəzi insanlar inanır ki, e, qlobalizasiya zərər verir, yəni ümumiləşmə, qloballaşma zərər verir milli kimliyə. Bu doğrudur. Çünki mətndə hətta cultural attack-dən danışılır, yəni mədəni hücum hesab olunur bu. Ona görə də doğru hesab olunacaq, true götürəcəyik. 7-ci sualda deyir ki, choose the correct variant according to the passage. Mətnə əsasən doğru olanı seçmək lazımdır. Burada ən doğru variant A variantı olacaq. Globalization of cultural has developed faster because of technology. Yəni mətndə internet, TV və digər texnologiyaların ümumilikdə qloballaşmasını sürətləndirdiyi birbaşa izah olunur. B variantı ona görə yanlışdır ki, globalization of culture is not only about food and music. Deyilir ki, yemək və musiqi deyil, eyni zamanda biznes, dillər, media, bunların hamısı qloballaşmağa, yəni qloballaşmağın mədəni qloballaşmağın daxilindədir. Sadəcə yemək və musiqidən ibarət deyil. C variantda isə deyilir, the writer thinks all countries lose their identity because of globalization. C-də deyilir ki, yazıcı deyir ki, bütün ölkələr öz milli kimliklərini, öz kimliklərini qloballaşmaya görə itirirlər. Bu yanlışdır. Əksinə ölkələr kimliyi itirilmir. D-də isə deyilir ki, the writer believes that English language is the only positive result of globalization. İngilis dili tək müsbət nəticə kimi göstərilmir mətndə. Və Y-də deyilir ki, globalization started with the internet. Qloballaşma internetlə başlamayıb, hətta çox əvvəldən başlayıb. Gəmilər, dəmir yolu, təyyarələr və s. vasitəsilə başlayıb. Ona görə doğru variant A variantı olacaq. 8-də deyir ki, bu cümləni tamamlamalıyıq. Globalization helps people from different parts of the world. Yəni, mətndə buna olaraq deyəcəyik ki, burada verildiyi üzrə son abzasda verilir ki, and hətta əvvəlində deyək ki, but there is one thing that is certain, globalization is here to stay. Qloballaşma burada, and if that means we will understand each other better, that's a good thing. Yəni, 8-də doğru cavab olaraq götürəcəyik bu cümlənin ardı kimi B variantını. Understand each other better. Globalization helps people from different parts of the world. Qloballaşma müxtəlif partlar, dünyanın müxtəlif partiyalarından, müxtəlif hissələrindən olan insanların bir-birini yaxşı anlamağına gətirib çıxardır. Ona görə B variantı olacaq. 9-da deyir ki, what does the phrase cultural attack mean? Yəni mədəni hücum phrasinin ifadəsinin mənası nədir? Gəlin cümləyə baxaq. Cümlədə deyilir ki, some people believe that there is kind of cultural attack from the English language, social media, and McDonald's and Starbucks. Burada mədəni hücumdan danışılır və mədəni hücumu ən doğru ifadə edən izah B variantı olacaq. The influence of one culture on another in negative way. Bir mədəniyyətin digər birinə mənfi yolda, mənfi rəylə təsirindən danışılır. Bəli, mədəni hücum bu deməkdir. İnsanlar səbəb olaraq da, yəni məsələn ingilis dili, sosial media, daha sonra McDonald's və ya başqa bir şeylərin mədəni hücum yaratmağını göstərir mətndə. Yəni bir mədəniyyətin digər mədəniyyətlərə olan mənfi təsirlərindən danışılır. Ona görə 9-da cavab olaraq B variantını götürəcəyik. A variantında deyilir ki, a station və culture becomes stronger, daha güclü olmasından danışılmır. Xeyr. C-də deyir ki, an attempt to protect traditional culture, qorumaqdan, qorumağa cəhd göstərməkdən də danışılmır. D-də isə bu deyilir ki, D-də isə deyilir ki, the celebration of all world cultures, bütün mədəniyyətlərin, dünya mədəniyyətlərinin qeydi bayramından danışılır. Xeyr, yanlışdır. Y-də isə deyir, a friendly exchange between countries, dostcasına mübadilə deyil cultural attack. Cultural attack-din hərfi mənası mədəni hücum deməkdir. Ona görə də B variantı götürəcəyik.
Onun cümlədə deyilir ki, which of the following question does the passage answer? Mətndə cavabı olan suallar hansılardır? Birinci sual deyir ki, how does globalization affect cultural and communication in a world? Deyir ki, necə təsir göstərir mədəniyyət və ünsiyyətə qloballaşma? Bütün mətn zaten bunun haqqında danışılır, başdan sona kimi, ona görə ilkin cavab verilmişdir. Üçüncüdə deyilir ki, why do some people feel negative about globalization? Niyə insanlar pis hiss eləyir? Hətta bunun izahı Culture Attack bölməsində verilib. Yəni mədəni hücum. Onlar düşünürlər ki, bir mədəniyyət digər bir mədəniyyətə təsir göstərir mənfi şəkildə. Ona görə də bunda cavab verilmişdir. Üçüncü sualında cavab verilib. Beşinci sualda da deyilir ki, beşinci cavabda isə deyilir, what exams shows that cultural can adapt to globalization? Hansı nümunələr göstərir ki, qloballaşmağa ayaq uydururlar. Burada da Hindistan və Şanxayın adı haqqında danışılır, nümunələr çəkilir. Baxın, burada verilir ki, in India there are more than 400 languages and several different religions, and McDonald's serves mutton instead of beef and offers a vegetarian menu. In Shanghai, the television show Sesame Street teaches Chinese values and tradition. Baxın, görülür, Hindistanda deyilir ki, 400-dən çox dil var və 7 fərqli din var. Və McDonald's servis, yəni xidmət göstərir ki, həm müxtəlif növ ətlərin xidmətini verir, həm də eyni zamanda vegetarian bir menyu da təklif edir. Yəni qloballaşmağa ayaq uydurur. Hətta Şanqayda da bu nümunə çəkilir. Ona görə 5-ci sualında cavabı var. Cavab 1, 3 və 5 olacaq. Daha sonra keçək ikinci mətnin izahına. İkinci mətndə James Dean'dən danışılır. James Dean haqqındadır mətn. Deməli, ilk sualımızda deyilir ki, 11.1-də deyilir ki, James Dean's vision was very good. James Dean'in görməsi çox yaxşıdır. Mətndə isə bunun əksi söylənilir. Hətta burada nümunə olaraq deyək ki, and baxın, he had fair hair, string blue eyes, onun sarı saçları, göy gözləri, and poor eyesight that forced him to wear glasses. Hətta deyir, onun göz zəifliyi vardı və bu da onu məcbur edirdi ki, eynək taxsın. Ona görə də James Dean'in gözləri yaxşı görmürdü. True variantı yanlış olacaq. Burada false götürməliyik mütləq. İkincidə deyir ki, James Dean career began to improve after he started working in New York Theatre. Deyir ki, James Dean'in karyerası inkişaf etməyə başladı. Hansı ki, o New Yorkda bir teatrda işləməyə başladıktan sonra. Bu doğru olacaq, bəli. Mətndə də bunu göstərən hissə buradır ki, Where his luck, bakın bu hisse, where his luck to began to change after acting in several plays he discovered by the director Elia Kazan, who gave him a leading role in the film East of Eden. Bunun da əvvəlində zaten deyir ki, later he traveled to New York, the center of American theater. O deyir, New York'a səyahət etdi, Amerika teatrının mərkəzinə. Və bundan sonra da zaten onun uğurları başlamış olur. Ona görə də bu true olacaq cavab. 11.2'nin cevabı true olacaq. 11.3'te deyilir ki, Dean was often withdrawn and uncommunicative at social events. Yəni deyir ki, Dean çox tez-tez yəni özünə çəkilirdi və ünsiyyət qurmurdu öz sosial eventlərdə, sosial tədbirlərdə belə deyim. Bu da doğru olacaq, çünki bunda bu cümləyə əsasən demək olar ki, məsələn, at parties, he would sometimes sit in a corner playing his bongo drums without speaking to anyone. Burada deyir ki, o öz bongosunu çalarak bir küncdə dururdu və heç kimlə danışmırdı partilərdə. Yəni buradan da onun ünsiyyətçil olmadığı görsənilir. Buna görə də true olacaq. Dean was often, yəni bu sualın cavabı true olacaq. 4-də deyilir ki, according to Skin, a partner of his, Dean was easy to work with on film sets. Deyir, mətnə əsasən onun partnyoru deyir ki, Deanlə işləmək çox rahatdır. Bu yanlış olacaq, cavab false olacaq. Çünki mətndə onun əksinə onunla işləməyin rahat olmadığından danışılır, çətin olmağından danışılır. Hətta bunu Rock Hudson göstərib, baxın. His co-star Rock Hudson later described him as a difficult work with saying Dean was often angry. Buradan da angry and distant, məsafəli və əsəbi olduğunu göstərir. Ona görə də bu sual da false olacaq. Deməli, biz burada götürəcəyik false variantını. 12-cidə deyilir ki, James Dean became a legendary figure because
Deyir ki, o əfsanəvi bir şəxsiyyətə dönüldü. Niyə belə bir şey oldu? Bunun mətnin sonunda verilir ki, Dean was only 24, but his early death turned him into a legend. Deyir ki, Dean sadəcə 24 yaşındaydı və onun erkən ölümü onu bir əfsanəyə döndərdi. Buna əsasən biz variant götürəcəyik. C variantını 12-ci sualda his life ended at a young age. Onun gənc yaşda vəfat etməsi, həyatının sonlanması onu bir əfsanə fiquruna çöndərdi. A-da deyilir ki, he starred in a large number of successful films. Bu yanlış olacaq çünki o heç bir çoxlu filmlərə çəkilməyib və çox da uğur qazanmayıb. Cəmi 3 filmi var. Belə də he was known for his friendly and open personality. Onun dostcanlı və açıq şəxsiyyətli, yəni açıq, yaxşı bir insan olmasından danışılır. Burada isə əksinə onun xarakteri çətin və qapalı olmağı söylənilirdi mətndə. Deyir ki, he had very unusual and noticeable eyes. Deyir ki, onun qeyri-adi və e, yadda qalan gözləri var idi. Bəli, mətndə deyilir ki, onun göy gözləri var, amma bunun əfsanə olmağı ilə bağlı heç bir məlumat yoxdur. Y-də isə deyilir ki, he used to play his bongo drums at parties. Burada deyilir ki, o partilərdə öz bongosunu çalırdı, amma yəni bu onun əfsanələşməsinə gətirib çıxartmır. O sadəcə partilərdə heç kimlə danışmırdı, heç kimlə söhbət etmirdi. Bir küncdə öz bongosunu çalardı. Bununla kifayətdir. Yəni əfsanələşməsinə gətirib çıxardan səbəb onun gənc yaşda vəfat etməsidir. 13-cü sualda deyir ki, answer the question according to the passage. Mətnə əsasən cavab verin. Sual budur ki, what's the main contributing factor to Dean's fatal car accident? Burada deyir ki, qəza gətirməsinin əsas faktoru nə idi? Biz bunu mətndə göstərilir ki, the evening light was poor and he was not wearing his glasses. When another car turned in front of him, he could not stop in time. The crash killed him instantly. Deyir ki, axşam işığı çox zəif idi və o az açkilərini taxmamışdı və bunun nəticəsində digər maşın onun qarşısına keçdi və o maşını dayandıra bilmədi. Buna görə də biz cavab olaraq götürəcəyik ki, bu sualda, 13-cü sualda olacaq C variantı. He was not wearing his required glasses in dim light. Düzgün variant C variantı olacaq. 10 sualın ilkində deyilir ki, güclü maşın sürülürdü. He was driving a family and powerful sports car. O güclü maşın sürürdü. Yəni bunun barədə mətndə bir məlumat yoxdur. B deyir ki, another vehicle was maneuvering castily. Burada da yanlışdır. Yəni əsas səbəb diqqətli manevr etməməsi deyildi. Sadəcə əsas səbəbi o idi ki, qaranlıq işıq, eynəksiz olması qəzanın əsas səbəbləri idi. Deyir ki, his car's brake pedal and was unresponsive. Ya bunun da haqqında deyilmir ki, onun pedalları əyləclə bağlı problemin olmasından, pedalla bağlı problemin olmasından danışılmır. 4-də deyir ki, yəni Y variantda deyilir ki, the weather conditions had made the road unsafe. Hava təhlükəlidirdi. Bununla bağlı da bir şey deyilmir. Hava haqqında bəhs olunmur. Qəza etməsinin əsas səbəbi qaranlıqlı işığın olması və, yəni az işığın olması və eyni zamanda eynəksiz olması idi. 4-də deyir ki, what does the mean in the passage? Mətndə verilmiş sözün mənası nədir? Mətndə bu söz gəlin baxaq harda verilib. Fans around the world mourned him deeply. Mourn yas tutmaq, ölümü ilə bağlı, birinin ölümü ilə bağlı kədərlənmək deməkdir, yas tutmaq deməkdir. Buna uyğun olaraq da biz cavab olaraq götürəcəyik ki, burada olacaq deməli A variantı. To show grief because someone has passed away. Birinin ölümünə görə kədərlənmək, yas tutmaq, həyatdan köçmüş birinin ölümünə görə kədərlənmək olacaq variant, A variantı. Və 15-ci suala gələk, mətnlə bağlı son sualımıza. Son sualda deyilir ki, which of the following questions does the passage answer? Mətndə cavab verilmiş suallar hansılardır? Gəlin baxaq. Birinci sualda deyilir ki, deməli, what did James Dean typically eat when he had little money? Nə yerdi? Yediyi barədə bəli məlumat verilir. Baxın, burada mətndə deyilir ki, sometimes surviving only on cereal and marmalade. Baxın, buradan görüldüyü kimi yedikləri haqqında məlumat verilir. Daha sonra, deməli, birinci sual, birinci cavab düzgündür. Düz götürəcəyik. Ardından gəlirik 2-yə. 2-də deyilir ki, what was the name of the co-star in East of Eden? Orada co-star adı çəkilir. Bəli, Rock Hudson haqqında məlumat verir. Amma burada deyilmir ki, Rock Hudson onun East of Eden filmində
e, tərəf qarşılığı müqabili idi. Qarşısında oynayırdı, onun partnyorudur. Belə bir şey deyilmir. Sadəcə deyilir ki, onun partnyorlarından olan, tərəfində olan, qarşısında olan, yəni onunla birlikdə oynayan Rakatsın onun iş prinsipi haqqında, onun xarakteri haqqında məlumat verir. Amma deyilmir ki, East of Eden-də onun qarşısında kim oynayırdı. Ona görə ikinci sualın cavabı yoxdur. Üçüncü sualda deyir ki, what aspects of James Dean's behavior seemed odd to people? Digər insanlara olan, yəni qarşı münasibət, davranış, görünüşü nə idi? Fərqləndirən nə idi belə deyim? James Dean aspektləri hansıları idi? Burada olacaq eyni paltarları geyinməsi, yuyunmaması, play bongo, bongo çalması və s. bunlara aiddir. Ona görə də üçüncü sualın da cavabı var. Mətndə verilib. Üçdə deyilir ki, how many years did James Dean live in Indiana? Indianada neçə il yaşadı? Bunun yaşamağı ilə bağlı müddət verilməmişdir. 5-də deyilir ki, ola bilər ki, deyirsiniz ki, məsələn 24 yaşında vəfat edibsə, 24 yaşında 24 il yaşayıb, amma bu yanlışdır, çünki biz onun orada dünyaya gəldiyindən danışmır mətndə, yəni ona görə də deyilməyib. Sonda da deyir ki, what brand of clothes did James Dean enjoy wearing? Hansı brendlərdən geyinmək, hansı markalar geyindi deyilirdi paltarlar haqqında. Bunda məlumatı yox idi. Ona görə də yanlışdır. Deməli, 15-ci sualda olacaq cavabımız 1-3. Mətnlərlə bağlı izahlarımız bitdi. Gəlin, bir də onun sualın cavabını işarə eləməmişəm. Onu da sizin üçün işarə eləyim. Burada cavab 1-3-5 olasıydı. Yenidən geriyə dönüb baxdığınızda sizin üçün rahat olsun. 1, 3 və 5. Daha sonra gələk qrammatika suallarına. Deməli, 16-cı sualda deyilir ki, make up a story. Verilən cümlələrdən biz bir hekayə qurmalıyıq. İlkincidə deyilir ki, I don't want to, the boy replied. Yəni, burada deyir ki, mən, uşaq deyir, istəmirəm. Oğlan cavab verir. Daha sonra gəlin ayrı-ayrı hər birinin tərcüməsinə baxaq, sonra düzgün variantı quraq. İkincidə deyir ki, a well-dressed gentleman sat on bench in the park. Yaxşı geyinilmiş bir kişi skamyada otururdu parkda. Üçüncüdə deyir ki, I am just waiting to till you get up. A man painted the beach. You are sitting on 15 minutes ago. The boy said calmly. Üçüncü uşaq izah edir ki, orada sakit bir şəkildə skamya, harasında ki oturan hal-hazırda insan oturub, kişi oturub, ona izah edir ki, sizin oturduğunuz skamya 15 dəqiqə əvvəl rənglənib. Dördüncüdə deyir ki, a boy lay on the grass looking at him. Dörddə deyir ki, uşaq otun üstündə uzanıb ona baxır. Beşdə deyir ki, why don't you run about? The gentleman insisted. Beşdə deyir ki, kişi deyir ki, niyə qaçmırsınız, niyə getmirsiniz? Alttaki what's the matter boy? Why don't you go and play? Asks the gentleman. Kişi soruşur ki, niyə gedib və oyun oynamırsan? Səbəb nədir? Gəlin indi doğru quruluşa baxaq. Birinci olacaq 2. Çünki a well-dressed gentleman sat on a bench in the park. Parkda oturur və deyir. Parkda oturur birinci olaraq kişi. Arxasından olacaq 4-cü. A boy lay on the grass looking at him. Uşaq otun üstündə uzanmışdı. Yəni ardıcıllıq bu şəkildə gedəcək. Daha sonra ardına gələcək 6-cı. What's the matter boy? Why you don't go and play? Asks the gentleman. Burada deyir ki, oğlana deyir ki, o kişi, niyə getmirsən? Səbəb nədir? Və niyə oyun oynamırsan? Niyə getmirsən? Məsələ bir səbəb var. Nəsə olub, nəsə baş verib. Ona görə 6 olacaq. Ardından deyəcəyik ki, burada birincini I don't want to, the boy replied. Uşaq cavab verir ki, istəmirəm. Ona görə 1-i götürəcəyik. Daha sonra beşincini götürəcəyik ki, but why don't you run about? The gentleman insisted. Kişi israr edir ki, niyə getmirsən, niyə qaçıb oynamırsan bu şəkildə? 5-i deyir. Arxasından son olaraq da oğlan cavab verir ki, sakit bir şəkildə I am just waiting till you get up. Mən sadəcə gözləyirəm ki, siz durasınız. A man painted the bench. You are sitting on 15 minutes ago. 15 dəqiqə öncə rənglənib. Ona görə 3 olacaq. Və buna uyğun olaraq da cavab 2, 3, 2, 4, 6, 1, 5, 3 olmalıdır. Və cavab A variantı olacaq. Daha sonra. O belə ayrım ki. Burada cavabımız A variantı olacaq. Gələk 17-ci suala. Choose the antonym of the underlined word. Altına xətt çəkilmiş cümlədə, yəni cümlədə altına xətt çəkilmiş sözün antonimi lazımdır bizə. Her antique house was purchased
by an old architect. Deyir ki, onun qədim evi qoca bir arxitekt tərəfindən satın alındı. Purchase satın almaq, nə isə almaq deməkdir. Buna görə də biz bunun əksini tapmalıyıq. Yəni biz 17-ci cümlədə tam tərsini tapmalıyıq. Bizə əks mənalı söz lazımdır. Cavab olacaq sold. Sell sözünün burada purchase sözü də keçmiş zamanda olduğuna görə biz cavabda da keçmiş zamanda olan feili tapmalıyıq. Yəni burada sold əslində sell feilinin bir dəqiqə. Bəli, sell sözünün keçmiş zamanıdır. Qaydası feil olduğuna görə biz cavab olaraq götürəcəyik soldu. Yəni cavabımız olacaq C variantı. Obtain nə isə əldə etməkdir. Designed dizayn eləmək bildiyimiz bought almaqdır. Purchase sözünün sinonimidir. Taken da götürməkdir. Yəni burada ən uyğun variant C variantı olacaq. 18-də deyilir ki, complex the sentence cümləni tamamlamaq lazımdır. The singer's popularity spread far and wide. Deyir ki, müğənninin məşhurluğu, populyarlığı geniş və uzun yayılmışdı bu şəkildə. Elə deyilmi? Elə deyil. Yəni bu şəkildə biz burada tag question'da, tag question olduğuna görə də spread sözü keçmiş zamanda olduğuna görə biz cavabda da keçmiş zamanı tapmalıyıq. Bir də diqqət yetirməli olduğumuz nüans the singer's popularity. Yəni biz bunu əvəzi ilə əvəz eləyəndə, gəlin belə fərqli rənglərlə göstərim. Deməli, birinci diqqət etməli olduğumuz mübtədadır. Çünki biz cavabda mübtədanı hansısa bir əvəzi ilə əvəz edəcəyik və feildir. Feildə də spread keçmiş zamanda olduğuna görə buna ən uyğun olaraq the singer's popularity olacaq it. Spread də keçmiş zamanda olduğuna görə did olacaq. Cavabımız deməli olacaq did it. Y variantı. 19-cu sualda deyilir ki when I into the cafe she by herself at one of the tables near. Bunu tərcümə edeyim. Mən kafeyə daxil olanda o kənarda otururdu. Yəni when olanda ümumiyyətlə iki bizim növümüz var. Yəni whenlə olan zaman budaq cümlələrində iki şey götürə bilərik. Ya birinci tərəf, yəni budaq baş cümlə indiki zaman, indiki sadə zamanda və ya gələcək sadə zamanda olmalıdır. Ona görə də budaq cümlədə də olacaq sadəcə indiki sadə zaman. Ya da when'dən əvvəl, yəni baş cümlədə keçmiş zamanlardan biri işlənməlidir. Budaq cümlədə isə sadəcə keçmiş sadə zaman işlənə bilər. Bəli, baxırıq ki, bizdə when ilə başlayıb cümlə, deməli budaq cümlə ilə başlayıbsa, budaq cümlədə də cavablardan da gördüyü üzrə həm də mətnin, yəni cümlənin tərcüməsinə uyğun biz keçmiş zaman tapmalıyıq və sadə keçmiş zaman tapmalıyıq. B variantda I am walking bu olacaq indiki davam edici zaman yanlışdır. I was walking olacaq keçmiş davam edici yanlışdır. I have walked yenə yanlışdır. Walk da sadədir, olmaz. İndiki zamanı bildirir, yanlışdır. Zaten ilkin tərəfdən əgər qrammatik olaraq yadınızda qalıbsa, biz deyirik ki, həmişə when-dən əvvəl iki struktur var. Birincisi budaq cümlə, baş cümlədə indiki sadə zaman, yəni present simple tense və ya future simple tense, gələcək sadə zaman. Əgər belə olarsa, budaq cümlədə, yəni when-dən sonra gələn cümlədə olacaq ki, sadəcə və sadəcə indiki sadə zaman present simple və ya bunun ikinci versiyonu, yəni ikinci strukturda olacaq ki, when-dən sonra keçmiş zaman işlənir. Əgər keçmiş zaman olarsa, when-dən sonra sadəcə budaq cümlədə gələcək keçmiş sadə zaman, əvvəldə isə keçmiş zamanlardan hər hansı biri. Və bizdə də ilkin olaraq cümlə budaq cümlə ilə başladığına görə keçmiş sadə zamana baxmalıyıq. Keçmiş sadə zamana baxanda birinci olacaq walked, ikinci səhvdə olacaq keçmiş zamanlardan biri olan keçmiş davam edici zaman. Yəni olacaq when I walked into the cafe, she was sitting herself at one of the tables near the window. Mən nə zaman ki kafeyə daxil olanda o pəncərənin yaxında olan stolların birində əyləşmişdim. Bu şəkildə olacaq. Gəldi 20-ci və sonuncu sualımıza qrammatikada. 20-də deyilir ki match the parts of the sentence. Uyğun olanları biz yerləşdirməliyik. Bir variantlar belə düzəldim sizin üçün də aydın olsun. Deməli, variantı. Biz uyğunlaşdırmalıyıq düzgün olanları. Bir də deyir ki, who lives house over there. Qrammatikada that, this işarə əvəzliklərini, yəni o, bu, such, so, bu qayda yadınızdadırsa ümumiyyətlə, orada biz deyirdik ki, əgər cümlədə yer zərfi olaraq over there, on the tree, on the ceiling kimi ifadələr, yəni məsafə olaraq bizdən uzaq ifadələr istifadə olunarsa, əgər təkdədirsə this, təkdədirsə that, cəmlər isə those işlədəcəyik.
Ona görə də bizdə burada house sözü təkdə olduğuna görə zət olacaq. Yəni ilk variantımız zət olacaq. Daha sonra ikincidə deyilir ki, look at the birds in the sky. Zaten iki variantımız qalıb. This və those. Baxın, burada da ikincidə də görürsünüz. In the sky verilib nümunə olaraq. Səmadakı quşlara bax. Səma da bizdən məsafə olaraq uzağı göstərir. Zaten zət və zosun da qaydası oydu ki, uzaqda olan tək və zət uzaqda olan tək əşyanı, zos isə uzaqda olan cəm əşyanı göstərir. Buna görə də in the sky olacaq, yəni səmada. Səmaya görə də biz həm də cəmdə olduğuna görə bird sözü, zoos sözünü götürəcəyik. Yəni 1-də olacaq variant verəcəyik B, 2-də verəcəyik variant C və sonda da 3-ə də zaten this qalır. Excuse me, is this seat free? Yəni yaxın. Hətta icazə olar yaxında olan bir əşyanı göstərdiyinə görə 3-ə də verəcəyik A variantı. Buna uyğun olaraq da variantımız olacaq 1B, 1B, 2C, 3A və variantımız C variantı. 1B, 2C, 3A, C variantı. Bununla da sınaqla bağlı suallarımızın izahı başa çatmışdır. Növbəti imtahanlarda sizə uğurlar arzulayıram. Sağ olun.